İyun ayı enerjisi yenilənmə və yeni başlanğıclarla dolu bir dövrdür. Bu ay bəzi bürclər üçün xüsusilə uğurlu görünür. Planetlərin hərəkəti sevgi, karyera, maliyyə və şəxsi inkişaf sahələrində müəyyən bürclərə əlavə şans və imkanlar vəd edir. Gəlin iyunun ən şanslı bürclərinə nəzər salaq. Əkizlər mövsümünün davam etdiyi iyun ayında bu bürcün nümayəndələri diqqət mərkəzində olacaq. Yeni tanışlıqlar, iş təklifləri və şəxsi layihələrdə uğur qazanmaq üçün ideal zamandır. Özünə inamın artması sayəsində qarşıya çıxan fürsətləri dəyərləndirmək daha asan olacaq. Şirlər üçün iyun ayı həm sosial həyatda, həm də peşəkar sahədə uğurlu keçə bilər. Liderlik qabiliyyətləri ön plana çıxacaq və ətrafdakılar tərəfindən daha çox dəstək görəcəklər. Xüsusilə yaradıcılıq tələb edən işlərdə böyük nailiyyətlər əldə etmək mümkündür. Xərçənglər göstəricilərə görə bəxtə ən çox gətirən bürclər sırasındadır. Daxili tarazlıq və emosional baxımdan rahat, uğurlu bir ay keçirəcəklər. Macəra və yenilik sevən oxatanlar üçün iyun ayı sürprizlərlə doludur. Səyahət, təhsil və ya yeni layihələrlə bağlı gözlənilməz imkanlar yarana bilər. Bu ay risk almaqdan çəkinməyən oxatanlar uğurun dadını daha çox çıxaracaqlar. Şans yalnız ulduzların deyil, eyni zamanda düzgün qərarların və cəsarətli addımların nəticəsidir. İyun ayı fürsətləri görən və onları dəyərləndirən hər kəs üçün uğurlu ola bilər. Leyla Səməndər, Yeni Azərbaycan TV.